Mən Fəxri Əsədov və yeni videomuza xoş gəldiniz. Qarşınızda Bugatti'nin ən son şah əsəri olan Bugatti Mistral. Bugatti Mistral. Hansı ki bizim kanalımızda bu ilk Bugatti videosu deyil. İzləməyənlər üçün bərk tövsiyə edirəm ki, bu videodan sonra birbaşa elə Bugatti Tourbillon videomuzu izləməyinizi tövsiyə edirəm. Amma bu günləri sizlərə Bugatti Mistral haqqında bildiyim bütün məlumatları paylaşacağım. Avtomobilin eksteryer, interyer, nə məlumat varsa, nə göstərə bilirsə, hamısını sizə bu videomuzda göstərəcəyik. Mistral modeli deyərdim ki, Bugatti brendinin bir dövrün sonu olaraq adlandırırlar. Çünki bu gördüyünüz avtomobildən sonra artıq Bugatti W16 mühərriklərə yox deyəcək. Hansı ki, Tourbillonda artıq biz hibrid, elektrik sözlərini çox istifadə etmişdik. Amma bugünkü videomuzda sizə söz verə bilirəm ki, elektrik, hibrid sözü eşitməyəcəksiniz. Çünki yanımda gördüyünüz avtomobilimiz 1600 at gücündə, 1600 Nm torqa sahib, W16 4 turbolu bir mühərrikə sahibdir və hibrid, elektrik heç bir şey yoxdur. Və standartdan kənar olaraq normalda Bugatti'nin necə deyirlər ki, karbon monokok gövdəsi olur. Amma Mistralın fikir versəniz, əsas fərqləndirən xüsusiyyətlərindən biri də onun tavanının olmamasıdır. Yəni, roadster formada olmasıdır və elə buna görə də yanımda gördüyünüz avtomobil 2024-cü ildə dünya rekordu qırıb. Səhv etmirəmsə, 453.9 km/saat sürətlə ilk üstü açıq, yəni roadster avtomobilin rekordunu qırıb. Çox maraqlıdır və avtomobilimizin standart olaraq isə sürətlənməsi 420 km-dən bir azca çoxdur. Amma indi soruşa bilərsiniz ki, niyə bəs rekordda 453 km necə baş verib? Təbii ki, avtomobildə olan sürət limitini ləğv ediblər. Bugatti özü tərəfindən olunub bu məsələ. Amma artıq satış üçün olan avtomobillər 450 getməsə də 420-dən biraz yuxarıya kimi sürətlənə bilir. Yeri gəlmişkən, bu yanımızda gördüyünüz avtomobil bir ilkdir. Təkcə Azərbaycanda deyil. Demək olar ki, bütün Middle East'də ilk Bugatti Mistral incələməsini biz çəkirik. Ona görə də biraz həyəcanlıyıq, çünki yanımızda hər gün görmədiyimiz bir avtomobil var. Və avtomobilin rəng kombini həqiqətən, yəni, bilmirəm, maksimum dərəcədə avtomobilə uyğunlaşmağa çalışmışam. Çünki avtomobilimizin kaliperləri olsun, bəzi narıncı detayları olsun, məndən alır sözün əsl mənasında. İnteryerə keçəcək, interyer tamamilə demək olar ki, narıncı rəngdədir. Amma ilk növbədə istəyirəm başlayaq avtomobilimizin eksteryerindən. Eksteryerə keçməzdən öncə bir nüansla nəzərinizə çatdırmaq istəyirəm. Nazar Holdings Bugatti brendinin təkcə Azərbaycanda deyil, 8 ölkədə rəsmi təmsilçisidir. Ona görə də bu tip egzotik avtomobilləri son dönəmlərdə ölkəmizdə görə bilirik və bizə çox xoş hisslər bəxş eləyir. İndi avtomobilimizə qaydası olsaq, ön hissəyə baxan kimi dərhal bu dizaynla biz anlayırıq ki, biz bir Bugatti avtomobilinin yanındayıq. Hətta belə desəm, bu dizaynı at nalına da bənzədirlər. Çünki Bugatti'nin bildiyiniz kimi çox keçmiş bir tarixçəsi var. Hansı ki, biz Bugatti Tourbillon videosunda bunu detallı formada incələyib sizə də təqdim etmişdik. Ona görə də bu videomuzda Bugatti'nin tarixindən deyil, sırf bu avtomobil haqqında məlumat vermək istəyirəm. Ön hissə haqqında məlumat verdim, amma yan tərəfdə olan ön fənərlərə keçməsək, yəni düzgün olmaz. Ona görə də fikir versəniz,
4 zolaqlı bizim burada işıqlandırma xəttimiz var. Üst hissəsində də Mistral loqosunu görə bilirik. Avtomobilimizin ümumi görüntüsü çox fərqlidir. Hətta belə deyim ki, bu avtomobil ilk təqdim olunanda deyirdilər ki, bu Chiron'un üstü açıq versiyasıdır, Chiron'un kabriolet versiyasıdır. Amma hansı ki, Bugatti verdiyi sözü tutdu və Chiron'un kabriolet versiyasını istehsal etmədi. Onun yerinə tamamilə yeni model və bir dövrün sonu olaraq bu gördüyünüz avtomobili istehsal etdi. Və nəzərinizə çatdırım ki, bu avtomobildən cəmi 99 ədəd, yəni dünyada 99 ədəd istehsal olunub və artıq hamısı satılıb. Onu da məlumat olaraq sizə bildirmiş olaq. Avtomobilimizə qaydası olsaq, turbiyonda yadınızdadırsa çox kiçik bizim burada bagaj həcmimiz var idi. Amma Mistralda bu həcmi biraz genişləndiriblər. İstəyirəm o hissəni də sizə göstərim. Onun üçün avtomobilimizin qapısını açırıq. Bu eşitdiyiniz isə avtomobilimizin yanacaq nasosunun səsidir və ona görə də indi yeri gəlmişkən deyim ki, bu videoda sizə W16-nın səsini də eşitdirəcəm, amma biraz səbirli olmalısınız. Gördüyünüz kimi dayandı. Qapımızı örtək və bu hissəyə gəldikdə belə bir formada açılır. Yəni, turbiyona baxanda biraz daha geniş həcmimiz var bizim burada. Gördüyünüz kimi artıq material keyfiyyətindən mən bu videoda danışmaq istəmirəm. Bu avtomobildə yəni iç hissələr ya karbondandır, ya alikantaradandır, ya da təmiz dəridəndir. Ona görə də başqa deyiləcək bir sözüm yoxdur. Burada bizim Bugatti'nin belə bir ştampı var, belə bir etiketi var. Burada yəqin ki, bizim çox da açıb qurdalamaq istəmirəm, amma maraq da bürüyür, nə yalan deyim. Hansı ki, avtomobilin, belə desəm, dartmaq üçün olan dəmiri falan, bu xırda aksesuarlar hamısı bu qabın içərisindədir. Bu hissədə də bizim Bugatti'nin öz kitabçasıdır, amma ümumiyyətlə kiçik bir bel çantası mən düşünürəm ki, bura yerləşər. Digər tərəfdə isə bizim bu hissədə şüşə silənlərimizin su çənidir. Digər tərəfdə isə bizim əyləc sistemimizin yağı üçün olan ayrıca çəndir. Bu qədər sadə, yəni belə wow bir şeylər gözləməyin, çünki bu günlər sizə çox ekskluziv avtomobil çəkirik. Keçək yan tərəfə. İstəyirəm biraz avtomobilimizin yan tərəfinə nəzər salaq. Yan tərəfdən baxanda düzdür, Bugatti Turbion'un o möhtəşəm açılan qapıları olmasa da, gördüyünüz Mistral modelinin də fərqli bir qapı yanaşması var. Fikir versəniz, aypara şəklində bu formadadır və ümumiyyətlə avtomobilimizin, belə deyərdim, şasisi tamamilə karbondandır və karbon detalları biz avtomobilimizin interyerində də görürük. Hətta belə desəm, baxın, qapı üzlüklərimiz 2 elementdən ibarətdir. Karbon, dəri. Bu qədər. Qapımızı örtək. Disklərə nəzər salsaq, avtomobilimizdə fərqli disk ölçüsü var. Öndə 20'li diskdən istifadə olunub, arxada isə R21 disklərdən istifadə olunub və gördüyünüz bu set tamamilə Bugatti'yə məxsusdur. Yüngül, lehimli falan. Yəni, avtomobildə demək olar ki, hər bir yerdən çəki azaldıblar. Ona görə də karbon elementlərimiz bizim çoxdur. Onun arxa hissəsində bu nəhəng 8 litr həcmində olan avtomobilimizi dayandırmaq üçün, normal vaxtda saxlamaq üçün iri bir karbon keramik əyləc sistemimiz var və avtomobildə videomuzun əvvəlindən bəri dediyim narıncı rəngdə elementlər mənim çox xoşuma gəldi və bu narıncı elementlər sadəcə diskdə əyləcidə deyil də, fikir versəniz, yan tərəfdə olan Bugatti loqosunda da biz bunu görə bilirik. Amma ümumi avtomobilimizin dizaynına nəzər salsaq, çoxlu bizim burada hava kanallarımız var. Hansı ki, bu hava kanallarımızın 80-90% avtomobilimizin birbaşa ilə aerodinamikasına təsir eləyir. Amma bəzi kanallar isə, misal üçün, bu yan hissədə olan kanallar avtomobilimizdə olan bu daxili yanma mühərrikinin radiatorlarını soyutmaq üçün burada yerləşdirilib. Düzdür, bura nəzər salsaq, çox qəribə bir toxuma görə bilirik və bunun arxa tərəfində isə karbon ara kəsmələri də biz görə bilərik. Ümumiyyətlə, avtomobilimizdə demək olar ki, hər bir şey karbondandır. Hətta bizim
güzgü qapaqlarımıza kimi. Və yan tərəfdə fikir versəniz, çox minimalist, sadə bir görüntümüz var. Amma bizim burada Bugatti-lərdə olmazsa olmaz Fransa bayrağının da burada logo kimi yerləşdiriblər. Çox xoşlayıram, hər dəfə belə minimalistik detallarla avtomobili bəzəyirlər, necə deyərdim. İndi avtomobilimizin, belə deyərdim, ön haqqında danışdıq, yan haqqında danışdıq. Keçək arxa hissəyə. Avtomobilin arxa fənərləri, arxa stop işıqları tamam başqa bir dünyadır. Gəlin göstərim. Avtomobilimizin arxa hissəsinə nəzər salsaq, arxa stoplardan öncə istəyirəm bu gördüyünüz aktiv nəhəng spoiler haqqında sizə məlumat verim. Hansı ki, avtomobilin sürətindən asılı olaraq bu gördüyünüz spoiler özü aerodinamikanı saxlamaq üçün hərəkətdə olur daim və istəsəniz manual formada da avtomobilin interyerindən düymə vasitəsilə siz bu spoilerdə hərəkət etdirə bilərsiniz. Spoilerimizin üzərində təbii ki, Bugatti-nin logosu var və narıncı rəngdədir və bundan savayı bu logodan başlayaraq fikir versəniz narıncı rəngdə tam da avtomobilimizin önünə kimi narıncı bir zolağımız var. Mühərrik hissəyə keçəcəm, amma bu sənət əsərini göstərməsəm olmaz. Gördüyünüz kimi avtomobilimizin arxa stopları tam iki kəskin ox formasında gəlir və bu kəskin oxlar birlikdə bu gördüyünüz Bugatti logosunda birləşir və gördüyünüz bu logo özü də işıqlıdır, belə desəm. Onun aşağı hissəsinə gəlsək, bizim artıq mən buna sadəcə bumper demək istəmirəm. Bumper diffuzor, qarışıq bir sistem var. Hansı ki, turbiyonda da buna bənzər bir sistem var idi. Onun haqqında dolğun sizə məlumat vermişdim. Və avtomobilimizin, necə deyərlər, bu hissələrinə, aşağı hissələrinə fikir versəniz, bu gördüyünüz diffuzor tamamilə karbondan ibarətdir və bundan savayı bu gördüyünüz nəhəng diffuzor avtomobilimizə yetərincə downforce verir ki, bu avtomobil 400 plus sürətlərə rahatlıqla çıxa bilsin və 400 plus sürətdə də stabil olaraq yolda hərəkət etməyə davam edə bilsin. Amma indi hər şey dedik, egzoz sistemindən danışmasaq olmaz. Burada gördüyünüz iri bir egzoz çıxışımız var, yəni səs boğucu çıxışımız var. Amma sadəcə bununla bitmir. Yan tərəflərdə, solda və sağda da bizim gizli formada səs boğucu çıxışımız da var. Ümumilikdə 6 ədəd Bugatti Mistralın səs boğucu çıxışı var. Çox maraqlıdır, çox fərqlidir. Səsini qulaq asdıracağım, amma gəlin biraz mühərrik haqqında söhbət edeyim. Hal-hazırda Bugatti Mistralın mühərrikinə ən yaxın dayana biləcəyim nöqtədəyəm. Gördüyünüz kimi W16 bir mühərrikimiz var. Bugattiyə məxsus təbii ki, çünki artıq son bir neçə illərdə W16-nı demək olar ki, Bugatti-dən başqa heç bir avtomobildə biz görə bilmirik. Və Bugatti özü də açıqlayıb ki, Mistral bir dövrün sonudur. Yəni artıq W16-nı biz demək olar ki, Bugatti avtomobillərində görə bilməyəcəyik. Amma üzülməyə dəyməz, yanımızda olan Mistralda quad turbo sistemi var. Quad dediyim, yəni 4 turbolu sistemləndir. Hansı ki, Bugattinin artıq öyrəşilmiş bir mühərrikidir. Biraz da daha detallı məlumat verəsi olsaq, 8 litr həcmindədir. 1600 at gücü verir, 4 turbo ilə birlikdə bu 8 litr. Ümumilikdə 16 silindrlidir və 0-dan 100-ə sürətlənməmiz sadəcə 2.4 saniyədir. Hazırsınızsa, səsində sizə qulaq asılır. Səsi necə idi? Məncə xoşunuza gəldi. Çünki W16-nı hər gün eşidə bilmirik, təəssüflər olsun ki. Avtomobilimizə əyləşməzdən öncə tam da bu hissədə yenə də narıncı rəngdə Mistral yazısını görürük. Amma artıq içəriyə keçəndə sadəcə Mistral logosu deyil, avtomobilimizin ümumi interyeri narıncı rəngdədir. Yəni, üz ifadəmdən məncə artıq hər şeyi başa düşürsünüz. Rahatdır, açığı desəm, yəni bir hypercarda nə qədər rahat ola bilərsənsə, bir o qədər rahatdır deyərdim sizə. Ümumi, amma avtomobilimizin interyeri haqqında məlumat verəsi olsaq, yenə qeyd edirəm.
karbon və dəri. Başqa da elə bir şey yoxdur. Amma Bugatti'də də tavansız olmaq çox da öyrəşmədiyimiz bir şeydir sözün əsl mənasında. Amma indi soruşa bilərsiniz ki, qardaş, bəs bu avtomobili hardasa saxlayanda, harasa gedəndə, yağışlı havada sürmək istəyəndə necə olacaq, bu necə bağlanır? Bu təəssüflər olsun ki, bu formada qalır, amma Bugatti tərəfindən avtomobili alanda üzərinə əlavə aksesuar olaraq gəlir. Belə bir tent materialından bir şeydir, hansı ki, burada olan çıxıntılar çıxır, onun yerinə bu tavan əvəz edicisi, belə desəm, taxılır və onunla da artıq rahatlıqla hərəkətdə ola bilirsiniz. İndi deyə bilərsiniz ki, ay Fəxri, bunun üstünü bağladıq və bağladığımız bu aksesuar bizim 400 km sürətlənməyə imkan verəcək. Bir şey nəzərə alın ki, əgər siz bu tavanı bağlamısınızsa, deməli hava şəraiti o qədər də yaxşı deyil. Ona görə də həmin hava şəraitində zaten siz bu avtomobili 400-dən sürmürsünüz. Bir şey də sizə qeyd etmək istəyirəm ki, bu avtomobilimiz bayaqdan qeyd edirəm ki, standart olaraq Mistral 420-423 km/saata qədər rahatlıqla qalxa bilir. Amma bu o demək deyil ki, biz bunu həmişə 400-dən sürməliyik. Bu avtomobil bir statusdur. Bu avtomobil bir hypercardır. Yəni, hypercar mədəniyyəti ilə daha yaxından maraqlananlar mənim nə demək istədiyimi daha rahatlıqla anlayacaq. Ona görə də hypercardan biz nə istəyə bilərik? Çox möhtəşəm bir səs, möhtəşəm bir dizayn və performans. Ona görə də fikir versəniz, avtomobilimizdə artıq son illərdə öyrəşdiyimiz monitorlar, sensor ekranlar falan heç bir şey yoxdur. Bu avtomobil sadəcə deyir ki, məni işə sal və hara istəyirsən birlikdə gedək. Ona görə də çox rahat. Burada kiçik bir işləməli cibimiz var. Bura avtomobilimizin açarını yerləşdirə bilərsiniz. Amma yeri gəlmişkən açarı da bu formadadır. Bu da narıncı rəngdədir fikir versəniz. Amma bunun da burada bir yuvası olduğu üçün elə bura yerləşdirə bilirik. Onu qeyd edeyim ki, avtomobilimizin ön-arxa fənərləri, ümumi dizaynı tamamilə Mistrala məxsusdur. Amma sərnişin kabini Chiron'la eynidir aşağı-yuxarı deyərdim, yəni quruluş cəhətdən. Askı sistemi də eynidir, onu da nəzərinizə çatdırım. Amma bu avtomobili təəssüflər olsun ki, bugün idarə eləyə bilmirik, sıfır bir avtomobildir. Amma internetdə gördüyüm videolardan onu başa düşürəm ki, avtomobillə sürətlənəndə intake-in səsi qulağımızın çox yaxınındadır. Çünki bizim mərkimiz tam da avtomobilimizin ortasında yerləşir. Arxa hissəyə nəzər salsaq, burada Bugatti'nin logosunu görürük. Onun üzərində isə Bugatti'də görməyə öyrəşmədiyimiz, amma bir çox roadster avtomobillərin olmazsa olmazı wind blocker var. Yəni, küləyi blok etmək üçün olan bir sistemdir. Hansı ki, siz üstü açıq avtomobildə hərəkət edən zaman külək axınını qarşısını, bax, bu gördüyünüz wind blocker bağlayır. Ümumi baxası olsaq, bizim burada 7 irəli dual clutch transmissiyamız var. Amma burada çox xırda, kiçik, bir o qədər də önəmli bir element var. Fikir versəniz, daha yaxından baxsanız, transmissiya başlığının tam da ön hissəsində bir şüşəli bir formada kiçik bir heykəl görə bilərsiniz. Bu heykəlin adı var, rəqs eləyən fil. Hansı ki, bu heykəli kim hazırlayıb desəm, şoka düşə bilərsiniz, hazır olun. Bugatti brendinin yaratıcısı Ettore Bugatti'nin qardaşı, öz qardaşı, Rembrandt Bugatti'nin hazırladığı belə bir fil heykəli var. Hansı ki, Rembrandt qardaşımız da özü heykəltaraşdır. Ona görə də bu kiçik elementdən Mistral avtomobilində də istifadə eləyiblər. Çox maraqlı yanaşmadır, çox bəyəndim açıq desəm. Daha sonra danışası olsaq, ön hissədən, tamamilə belə desək, ön konsoldan tam ortaya kimi bizim tək parça karbon detalımız gəlir. Onu da narıncı, xətlər, zolaqlar tamamlayır, necə deyərlər. Bir çoxlarınız soruşa bilər, avtomobilimizin sürətlər paneli, kənarlar digital formada, orta isə analog formadadır və analog formada biz burada saatda 500 kilometri görə bilirik. Yəni, sürətlər göstəricisi özü artıq insanı həyəcanlandırır deyərdim sizə. Sükana nəzər salsaq, çox da qəliz olmayan bir sükanımız var əslində. Hətta sizə belə deyərdim ki, yuxarı hissəsi və aşağı hissəsi karbondan, kənarlar isə narıncı dəridən ibarətdir. Ortada Bugatti'nin logosudur. Start-stop düyməmiz isə elə bizim sükanımızın üzərindədir. Başqa da burada qeyri-adi bir şey yoxdur. Bu gördüyünüz 4 ədəd element sadəcə avtomobilimizin, belə deyərlər, klimat hissəsidir və bu qədər. Çox minimalistik bir yanaşma. Hətta belə deyərdim ki, qapı tutacağının
Tam da qarşısında sadəcə bizim güzgüləri, parametrlərini dəyişmək üçün olan düymələrimiz var. Başqa da heç nə. Bu qədər. Videomuzu bağlamazdan öncə istəyirəm bu xırda detalda sizin nəzərinizə çatdırım. Fikir versəniz, avtomobilimizin şüşəsilənləri belə karbondan hazırlanıb. Çox qəribə, çox eksklüziv bir avtomobil idi. Zəhmət olmasa videomuzu bəyənməyi, kanalımıza da abunə olmağı unutmayın. Belə möhtəşəm kontentlərlə yenə də qarşınızda olacağıq. Dəstəyinizi əsirgəməyin. Sağ olun, salamat qalın.